Buna baxın. Soyadı. Atasının adı. Anasının adı. Doğum tarihi. Doğulduğu yer. Vefat tarihi. Hayat yoldaşı. Evlatları. Kimliği. Bu dövlət xadimi haçandan oldu ya bu. Dövlət xadimi haçandan oldu ya bu boyun yoğun anası Qəhbə Heydər. Haçandan dövlət xadimi oldu ya bu. Azərbaycan xalqını viran elədi oğraşın doğduğu. Anası, bacısı, körpəsi Qəhbə bilər. Gəldi Azərbaycanı pox günə qoydu bilər. Azərbaycanın dövlət xadimi oldu. Cındırın qarnından çıxan işiyim görmə sənin bilər. İşiyəcəm sən deyəm. Sən ala o qayracaq qəbirli oldu ya. Ya sən mən şəkilləri çıxartdırım sabahları. Nə var? Kimliği. Aferin sana. O müəllimənin şəklini at mənə. Gələcəyin trollarıdır. Soyadı. Atasının adı. Gələcəyin trollarıdır, gələcəyin. Bax gələcəyin trollarıdır. Ay gözəl insanlar. Ay gözəl insanlar. Bilirsiniz necədir? Mən sizə bir söz deyim. Bax yadınızda saxlayın. Bir söz deyim mən. Övladlarınızı Əliyevlərin düşmən olduqlarını bildirin. Bizim düşmənimiz İlham Əliyevdir. Bizim düşmənimiz Əliyevlər ailəsidir. Əliyevlər ailəsi xalq düşmənidir. Peysərdilər, oğraşdılar. Şəxsən mən ətrafımda olan hər bir uşaq görəndə deyirəm, bax, balaca. Deyir ki, hə, əmi. Deyirəm, bax, balaca göt verən. Deyir, əmi, niyə neyini? Hə, deyirəm, bax, bu insan Azərbaycan xalqının cibinə girib. Deyir, hə, əmi. Deyirəm, bax, elə deyir. Deyir, əmi. Deyirəm, bax, deyirəm, işəməyim var. Deyir, hə, əmi, işəməyim var. Deyirəm, bax, işə bunun üstünə. Deyir, əmi, şəkil üstünə işəmək olar. Deyirəm, hə, əmin balası. Bax, əmi, Heydərin ad günündə Heydərin şəkilin üstünə işəmişdi. Deyir, əmi, doğrudan. Deyirəm, hə. Deyirəm, bəs kakan var? Deyir, yox. Deyirəm, əmi, işə, kakan da olanda kakan elə. Sən kakanı, sən bunun üstünə işəsən, Allah səni çox sevər. Uşaq elə başlamaq lazımdır. Allah səni çox sevər. Deyir, mən onun üstünü işəsəm, Allah mənə doğrudan da çox sevər. Deyir, hə, deyirəm, hə. Allah səni çox sevər. Uşaq da gedir, pişirir. Bak, işir üstünə. Sevincək olur. Uşaqları belə sevindirir. Sevindirir. Deyin ki, bax, Quranda da var. Nə var Quranda? Nə var? Nə yazılıb? Yazılıb ki, İlham Əliyevin Allah bəlasını versin. Allah Heydərin bəlasını versin. Deyir, niyə elə deyirsiniz, ay əmi? Pis insandır ki o. Deyirəm, bu oğraşın qarnından çıxandı. Bunun doğanın ağzına işiyim. Deyir, onun doğanı kimdir? Deyirəm, bunun doğanı satanik. Erməni qadını satanik olub. Deyir, satanik kimdir? Deyirəm, dedim, axı, əmin balası. Erməni qadını satanik. Dərs keçirəm, dərs. Deyir, bunun atası kim olub? Bax, bu Peysərin atası kim olub? Heydərin. Deyirəm, bunun atası Sapojnik. Deyir, əmi, Sapojnik nədir? Deyirəm, əqqabı tikən. Əqqabı mazlayan. Əlində şotka, əqqabı mazlayırdı. Deyir, əmi, bəs əqqabı mazlayırsa, bu mən uşaq deyir, ha. 2-ci sinifin uşağı deyir. Deyir, əmi, bəs əqqabı mazlayırsa, bəs əmi, ay əmi, deyir, bunlar, belə də gözlərlə deyən baxır, deyir, əmi, ay əmi, bəs bunlar necə gəldilər beləsinə mülkləri oldu? Deyirəm, əmi balası, sən mənə gözəl sual verirsən. Bəs deyir, axı, onların geçən, deyir, yekə maşınları var. Nə bilim, onlar deyir, çoxlu, deyir, maşınlarla gəlir. Nə bilim, deyir, məsəl üçün, deyir, oğlu, deyir, İlham Əliyev hansısa bir işə gedəndə 53 lira kartejlə maşının arxasında maşınlarla gəlir. Deyirəm ki, ay əmin balası, bəs
Sən uşaq pulu alırsan, deyir yox. Deyirəm mamaya uşaq pulu verirlər, deyir yox. Deyirəm evdə neçə nəfərsiniz? Deyir 4 nəfər. 4 dənə uşaq var. Deyirəm məsələn atın yatmır ki gecələr ay bala. 4 dənə uşağı deyir atan. Atan harda işləyir? Deyir atam deyir fəhlə işləyir. Divar ağardır. Nə bilim divara nəsə barmaq edir. Deyirəm bəs neçə uşaqsınız? Deyirəm dördünüz də qızsız oğlan. Deyir dördümüz, üçümüz oğlanıq, bir dənə də bacım var deyir. Hə. Deyirəm bəs əskəriyə gedərsən deyir, hə. Deyirəm bəs Azərbaycan üçün əskəriyə yara getmə də, yəni Nigodla çıxart. Bu Azərbaycan hakimiyyəti üçün Azərbaycan xidmət eləmək padlodur. Bala padlodur, padlo. Gedib Azərbaycan üçün xidmət eləməyib. Sənə qiymət verməyəcək, sənə dəyər verməyəcək. Bu baba uşaqlar da öyrətmək lazım. Uşaqların valideynləri məndən əlaqə saxlayıb. Yoxsa sizi minəcəm. Vallahi sizi minəcəm. Sizi çapacam. Vallahi sizi çapacam. Sizi bax bu uşaqlar pozğunçuluğa yola gedir. Çünki Heydər Əliyevin yolu pozğunçuluq yoludur. Əxlaqsızlıq yoludur. Şərəfsizlik yoludur. Qeyrətsizlik yoludur. Bu şəklin yerində olmalıydı bizim qeyrətli, hər bir uşağın əlində olmalıydı bu şəkillərdə qeyrətli, vicdanlı bizim şəhidlərimizin şəkilləri olmalıydı. Məmməd Əmin Rəsulzadənin şəkili olmalıydı orada. Başa düşdünüz? Boynu yoğun, Heydəri yox. Gəlin bax, bir də qulaq astıracağım sizə. Buna baxın. Adı Heydər. Soyadı Əliyev. Atasının adı Əliza. Anasının Oh, müəllimə. Müəllimə, siz də günlərim olacaq. Ay müəllimə. Bax, bu qəhbədir, bax. Bu qəhbə müəllimədir, bax. Divara işləyər. Bax. Belə müəllimənin ağzına verin mən, bax. Bax, belə müəllimədir, bax. Bax. Qəhbədir, bax, qəhbə. Buna ümumiyyətcə imkan yaratmayın, uşaqlarımız bunun yanında dərs geçsin. Bu bir fahişədir, fahişə. Baxın. Bu müəllimə deyil, bu fahişədir. Porno ulduzdur bu. Beləsinə müəllimələr, Azərbaycan uşaqları üçün bir ləkə, Azərbaycan xalqı üçün bir ləkədir, mənim dəyərlərim. Seks porno olduzudur. Seks porno olduzudur, porno olduzu. Seks porno olduzu. Bu müəllimənin anasını qayıracam. Müəllimə. Müəllimə, sinən zad açıq gəlsə, müəllimə, qızıqmısan sən müəllimə. Adam belə müəlliməsi olar bilər, adam yoldan çıxardar bilər. Müəllimə, sənə gör nə eləyəcəm? Səbirli ol müəlliməm.